Amerikanın New York Post nəşri yazır ki, müxtəlif ölkələrdən olan oyuncular Ukrayna Silahlı Qüvvələrinin sıralarına dron operatorları kimi qoşulmaq məqsədi ilə kütləvi şəkildə Ukraynaya gəlməyə başlayıblar. Ukrayna Silahlı Qüvvələrinin 25-ci Hava Desant Briqadasının yeni qəbul olunmuş əskərləri üçün kursların New York sakini və koordinatoru Oleg Grabovo nəşrə bildirib ki, ABŞ, Kanada, Fransa, Böyük Britaniya, Avstraliya və bəzi digər ölkələrdən olan cəbhə xəttində olduqca bacarıqlı dron pilotları kimi tanınan kompüter mütəxəssisləri Ukraynaya səfər edirlər. Grabovo deyib, Amerika korporasiyası Microsoft tərəfindən hazırlanmış Xbox kontrolleri ilə əldə etdiyiniz çeviklik birbaşa dronların idarə edilməsini tətbiq oluna bilər. Tanıdığım ən yaxşı FPV pilotu yorulmaz bir oyuncu idi. Onun sözlərinə görə kompüter oyunlarında ələ olan yüzlərlə gənc balaları uçuraraq Ukrayna tərəfində döyüşmək üçün Ukraynaya səfər edir. Grabovo qeyd edib ki, onların arasında Kiyevin dəstəyinə Trump'un azalan dəstəyindən narazı olduğu iddia edilən xüsusilə çoxlu Amerikalı var. Buna baxmayaraq, Ukrayna hər həftə ərazilərini və yüzlərlə dronunu itirməkdə davam edir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə münaqişə başlayandan bəri 2022-ci ilin fevralından təxminən 57 min Ukrayna dronu məhv edilib. Dron müharibəsi Ukraynanın Rusiyanın üstün artilleriyasına qarşı mübarizəsində şərtləri bərabərləşdirib. Dəyəri $200 olan bir dron yüz minlərlə, hətta milyonlarla dəyərində olan texnikanı məhv edə bilər. Kiyev indi təkcə gələn il ərzində 5 milyondan çox dron istehsal etməyi planlaşdırır. Bambi çağırış çarəsi olan Sam 20 yaşındadır və son zamanlarda Georgia ştatının Charleston şəhərindən gəlmiş həvəsli bir oyuncudur. O, simulyasiyalardan başlayıb. İndi ABŞ-da dron yarışları turnirlərində iştirak edir və deyir ki, nəhayət öz bilik və bacarıqlarını tətbiq edir. Tim deyir, yarışlarda siz 160 km/saat sürətlə 150 santimetrlik qapılarda keçir, iti dönüşlər edirsiniz. Bütün onlar dəqiqlik və reflekslər haqqındadır. Ukraynaya kömək etmək üçün öyrəndiyim hər şeydən istifadə etməyi planlaşdırıram. ABŞ ordusunun 25-ci piyada diviziyasının 33 yaşlı əzələli keçmiş əskəri Makvey deyib. Burada İngilis dilli dünyadan hər cür insanımız var. Xarici döyüşçülərin təlim proqramını yaratmaq vəzifəsi verilmiş Makvey Amerikalılar, Kanadalılar, Britaniyalılar, Avstraliyalılar, hətta bir neçə İngilis dilli fransız və Ukraynalıdan ibarət bir qrupa nəzarət edir. Ayrıca könüllülərin son artımı hazırki administrasiya dövründə ABŞ-ın Ukraynaya dəstəyinin azalması ilə üst-üstə düşür. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının keçmiş sözçüsü hərbi ekspert Vladislav Seleznyov Fabrika Novosti kanalına bildirib ki, hazırki şəraitdə Ukrayna Taurus qanadlı raketləri ilə Krım körpüsünü məhv edə bilməyəcək, çünki Ruslar onu hava hücumundan müdafiə sistemləri ilə çox yaxşı örtüblər. Xüsusilə ondan soruşulub ki, əgər Ukrayna Almaniyadan Taurus qanadlı raketləri alsa, onlarla Krım körpüsünü məhv etmək mümkün olacaqmı? Seleznyov hesab edir, artıq yox. Əgər 2022-ci ildə Kerç körpüsü rayonunda hava hücumundan müdafiə sisteminin sıxlığı bir qədər az olanda Tauruslarımız olsaydı, belə bir uğur şansı olardı. Lakin indi orada elə çox səviyyəli eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemi yaradılıb ki, onu dəf etmək şansı azdır. Eyni zamanda onun sözlərinə görə aprel ayında Ukrayna qüvvələrinin dronlar və Atakams raketləri ilə Kerç körpüsünə geniş miqyaslı hücum cəhdi etməsi dövlət sirri deyil. Lakin bu hücum uğursuz olub. Seleznyov deyib, hələ yaxınlaşma mərhələsində aktivlərimizin böyük bir hissəsi məhv edildi. Üstəlik,
O zaman kombinə edilmiş hücum var idi havadan və sudan. Həmçinin bizim Sibibi və Magura dəniz dronlarımız Ukrayna-Rusiya cəbhəsinin bu hissəsində işləyirdi. Düşmən buna çox resurs sərf etdi və bunu etmək üçün çox vaxtı var idi. Ona görə də indi bu işi həyata keçirmək imkanımız yoxdur. Eyni zamanda o bildirib ki, bu müdafiə qüvvələrinin bu körpünü məhv etmək variantından imtina etməsi demək deyil. O əmindir ki, Ukrayna qüvvələri körpünü yenidən məhv etməyə çalışacaqlar, lakin bunun hansı vasitələrlə ediləcəyi barədə məlumat müvafiq hücum baş verməyənə qədər bildirilməyəcək. O, Kerç körpüsünün Ukrayna silahlı qüvvələri üçün prioritet hədəf olduğunu açıq hesab edir. Eyni zamanda Seleznyov qeyd edib ki, bugün Krım Ruslar üçün yeni bir Çernobayevkaya çevrilib. Seleznyov əmindir, çünki indi Rusiya hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemi üçün qara dəlik məhz oradadır. Biz onların sistemlərini avtomatik olaraq orada məhv edirik. Düşmən yenilərini gətirir. Biz onları da yandırırıq. Düşünürəm ki, Rusiya əlavə sistemlərinin tükənməsinə qədər vaxt məsələsidir və yalnız bundan sonra Kerç qurğusu ətrafında yaradılmış dahikilidə uyğun açarı tapmaq barədə danışa bilərik. Xəbər verildiyi kimi, kansler Friedrich Merz bildirib ki, Ukrayna Taurus qanadlı raketlərinin təhvil verilməsi məsələsində yeni Almaniya hökumətinə güvənə bilər. Merz seçki dövründə Ukraynaya Taurus qanadlı raketlərinin tədarükü ideyasını dəstəkləməsi ilə tanınır. Ukraynalı hərbi zabit Stanislav Osman Bunyatov hesab edir ki, 2022-ci ildə geniş miqyaslı işğalın əvvəlində olduğundan indi Kerç körpüsünü vurmaq xeyli çətinləşib.